Sinema Radyo, Sinema Radyo, Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq. Bugün qonağımız əməkdar artist, bəstəkar, bir çoxlarının sevimlisi Vüqar Camalzadədir. Xoş gəldiniz. Hoş gördük. Vüqar müəllim, necəsiz? Yorğun və şərəfli. Vüqar bəy, mən istərdim Azərbaycan Respublikası Kino Agentliyinin Bədii Şurasında təmsil olunursunuz. Bax, ondan danışaq. Gəlin Şuranın fəaliyyətindən, özünüzü orada necə hiss etməyinizdən. Buyurun, danışın. Dəryada balıq kimi, belə deyək. Deməli, çox peşəkar öz sənətinin sahibləri, doğrudan sözün əsl mənasında sənətinin sahibləri özümü çıxıram. Oturublar, əyləşiblər orada. Başda bizim Orxan Fikratoğlu olmaqla çox gözəl bir komanda yığıb, cəlb eləyib, istedadlı, kamil rejissorlar, senaristlər, aktyorlar sağ olsunlar məni də seçiblər bu cərgələrə və ilk öncə 2 ilə yaxın, il yarım deyək, il yarım əvvəl biz bu prosesi başlayanda və məni dəvət eləyəndə məsələnin incəliyin, məsuliyyətin, çətinliyin, şərəfliliyin, çox şeylər var burada. Onu hələ bəlkə də tam dərk eləmirdim. Sadəcə düşünürdüm ki, gəlib əyləşəcəyik, müəyyən bir şeylərə baxacağıq, hə bu yaxşıdır, bu pisdir, bu belə olsun, elə olsun. Yəni bu bir müsabiqə, konkurs tipli amacla, yəni belə deyək, bu düşüncə ilə gəlmişəm, amma işin içərisinə girəndən sonra başa düşürsən ki, doğrudan da böyük bir yük var çiyinlərimizdə. Vətəndaş mövqeyi öz yerində. Azərbaycan dövlət mənafeyi, yəni film istehsalında belə deyək, tamam başqa bir məsuliyyət imiş və çox şərəfli məsuliyyətdir təbii ki və eyni zamanda da çox ağır, hər bir detalına fikir veriləcək dərəcədə, hər bir tükdən seçmək dərəcəsində olan məsuliyyətli və çətin bir iş imiş. Əvvəl biraz qorxdum hətta, yəni məsuliyyəti dərk edəndən sonra, amma birazdan sonra artıq başa düşürsən ki, bu bir missiyadır, bunu eləmək lazımdır. Şükür Allah, tarixin bu zamanında, vətənimdə, yəni bu missiyanın bir hissəsi də mənim üzərimə düşübdür və çalışıram ki, şərəflə onu yerinə yetirəm. Son müsabiqə, post-production mərhələsində olan layihələrə Bəli. dövlət dəstəyi ilə bağlı idi. Nələri müşahidə etdiniz? İnsanlarımız bir balaca çətinliklərdən qorxurlar. Çətinliklərə qatlaşmaqdan çəkinirlər. Çətinliklərlə üzləşmək istəmirlər. Yeni ideyalar, türkçən desə, doğurmaq istəmirlər. Niyə görə istəmirlər? Çünki bu çətindir, əziyyətlidir. Amma bunu eləmək lazımdır. Çünki bir şey ki, rahatda onu hamı eləyir. Və o tarixdə, kino tarixində qalan sənət əsərləri, istər dünya inciləri olsun, istər Azərbaycan kinosunun çox gözəl inciləri var ki, o dünya kinolarından, məşhur kinolarından heç də arxada qalmadılar. Sevə-sevə baxılır, illərdir. Bunların hamısı böyük bir əziyyətlərin, gecələr yuxusuzluğun, düşüncələrin, o baş ağrılarının, stresslərin, senarist olsun, rejissor olsun, operator olsun, bəstəkar olsun, montajçı olsun, bunların hamısının gərgin əməyi və əqli fəaliyyəti nəticəsində başa gəlmiş bir məsələdir. Sadəcə indi bir balaca bu, demirəm, bugünkü cəmiyyətə o da lazımdır, bu serial, sitcom və s. kimi şeylər, amma artıq söhbət filmdən gedirsə, bu bir fəlsəfədir, bu bir incə sənətin ən yüksək növlərindən biridir ki, buna çox məsuliyyətlə, böyük bir düşüncə ilə və
tənzimlənmiş emosiya ilə yanaşmaq lazımdır mənə elə gəlir ki. Bu seçim prosesindən danışın bizə. Nəyə əsasən seçilirdi? Bir çox parametrlər var təbii ki. İndi mən musiqi tərəfinə baxıram. Düzdür, indi lazım olanda, yəni məndən məsləhət istəyəndə bacardığım qədər o biri sahələrdən də sadəcə çox filmlərdə çalışdığım üçün indiyə qədər bir çox rejissorlarla, istər yerli, istər xarici rejissorlarla azdan çoxdan biraz praktikam var, anlayışım var digər sahələrdən də. Amma əsasən mən öz işimlə məşğulam. Məsələn, çox problemli məsələlərdən mən musiqi istiqamətindən danışıram. Ən böyük biri ondan ibarətdir ki, insanlar istər dövlət dəstəyi ilə, istər şəxsi dəstəyi ilə, maliyyə ilə çəkilmiş filmlərin yəni hər şeyini, ən yaxşısını eləməyə çalışırdılar. Bahalı kameralar, xarici operatorlar, nə bilim, hər şeyində yaxşısı olsun və s. Amma musiqi məsələsinə gələndə bizim rejissorlar nədənsə buna çox barmaqarası və ötəri bir şey kimi baxırdılar. Halbuki musiqi, film musiqisi bu sinkretik sənətdir, tətbiqi musiqidir və tətbiqi musiqi, yəni film və tamaşa musiqisidir, tutaq ki, tətbiqi musiqi deyirsə, bu musiqi filmin halını, emosional halını, psixoloji halını həm qaldıra bilər, həm məhv edə bilər. Buna görə də dünya kinematoqrafında, eləcə də Azərbaycan kinematoqrafında elə səhnələr var ki, məhz musiqiyə görə yadda qalıb, o qabarıqlıq, o emosional hal bilinibdir və hər halda mahnı, film mahnılarından söhbət açmıram. Yəni, bəlkə də filmlər, Azərbaycan filmləri olsun, xarici filmlər olsun, çoxlarının heç o səhnələr yadında deyil, amma mahnılar dillər əzbəridir. Amma sırf, yəni, musiqi tərəfdən dediyim kimi, səhnələrin bəlkə də Deyəsən Tarkovski demişdi onu ki, film musiqisi filmin 50% deməkdir. Buna görə də buna çox dırnaqarası baxırdılar, barmaqarası baxırdılar və tutaq ki, müxtəlif saytlardan $15-20 musiqi alıb filmlərinə qoyurdular, xarici saytlardan və nəticədə də çox acınacaqlı bir hal yaşanırdı. O boyda əziyyətlə, maliyyə ilə çəkilmiş filmlər müxtəlif platformalara, YouTube və yaxud digər platformalara yüklənəndə təbii ki, o alınan musiqiləri başqa dünyalar tərəfindən də almaq ixtiyarları var insanların. Və birdən YouTube bunu səsini kəsir, çox biabırçı bir hal yarandı. Bir. İkinci, Azərbaycan peşəkar bəstəkarları, çünki mən də özümü o kateqoriyaya hesab sayıram, yəni bu işin, ömrünü bu işə fəda etmiş, təhsilini almış, həyatını bu işdə xərcləmiş bəstəkar pliyadası işsiz, gücsüz oturub həyatını bitər keçirməyə çalışanda müxtəlif tutaq ki, yeni bir bu sənətə başlamış heç bir musiqiçi, bəstəkarlıq biliyinə, savadına malik olmayan insanlar kiçik bir studiya şəraitində çox az qonorarla, maliyyə ilə bu işi həll etməyə mənfi mənada çalışmışlar və rejissorlar da buna getmişlər. Və nəticədə çox eklektik bir şey alınmışdı. Hətta görürsən, bəzən rejissorun bəlkə də maraqlı fikri, görüntüsü, operator işi var, montaj pis deyil, amma o qədər qeyri-peşəkar, oradan-buradan götürülmə, kombinə olunmuş musiqilər və s. Mən Orxan müəllimdən də xahiş elədim, elə ilk günlərdən, çox sağ olsun. O da çox böyük bir anlayışla yanaşdı ki, belə olmaz. Mən dedim, əgər biz, məsəl üçün, filmə çalışırıq, peşəkar rejissor cəlb eləyək, peşəkar operator cəlb eləyək, peşəkar montajçı cəlb eləyək, mütləq musiqi də peşəkar, bəstəkar tərəfindən yazılmalıdır, bəstələnməlidir. Çünki elə olmayanda dramaturji forma olmur. Bir fikrin başlayıb bitməsi halı yaşanmır. Çünki bu dramaturgiya, bu artıq məktəbdir, öyrənilməlidir.
musiqi dramaturgiyası istəyir solo fəaliyyətdə, yəni simfoniya, konsert və digər kimi böyük formaları olsun. İstər də film musiqisi, tamaşa musiqisi, sinkretik sənət, tətbiqi sənət növü olsun. Burada sırf bir dramaturji formanın qurulması bu illərin təhsili və praktikasıdır. Buna görə də artıq şükür Allaha, məsələn, mənim bütün o gələn artıq işə başlamaq üçün, ssenarilər bəyəniləndən sonraki işə başlamaq üçün biz dəvət edirik həmin rejissorları, prodüserləri ki, siz nə edəcəksiniz, onlar bir hesabat verəndə mənim ilk sualım ondan ibarət olur ki, bəstəkar kimdir? Müəllim, narahat olmayın, bəstəkar bir şey dedim, yox, elə deyil. Bəstəkarı deməlisiniz, sonra mən sizə icazə verəcəm ki, mən tərəfdən icazə imzası çəkəcəm ki, bu filmin artıq istehsalına başlasın. Çünki bəstəkar işi də burada tutaq ki, 3 ay, 4 ay film çəkiləcəksə, elə 3 günə musiqi yazılmır axı. Musiqinin özü də onun bir bəstələnməyi var, dramaturji formanın qurulmağı var, işlənilməyi var, orkestrləşdirilməsi, aranjman edilməsi var, rejissorla işlənilməsi var. Hətta, məsəl üçün, mən çox sevirəm ki, tutaq ki, bu dünya praktikasında belə şeylər çoxdur. Hətta bu rejissorlara çox böyük dəstəkdir. Məsəl üçün, ssenarini alıram, oxuyuram və ondan sonra rejissora deyirəm ki, sən bunu necə görürsən, emosional falan və s. ilə axıra. Bir rejissorun fikrini alandan sonra mən bir leitmotiv musiqisi bəstələyirəm. Film hələ çəkilməyib, hələ hazırlıq getdiyi müddətdə. Və rejissor onu bəyənəndən sonra artıq bu rejissora bir tempo ritm verir. Hansı? Çünki hər şey ritm üzərində qurulub. Bütün dünyada yaşayışımız, həyatımız, nəfəsimiz, ürək döyüntüsü tutaq ki 65-70 arası vurmalıdır. Birdən-birə o 65-dən sıçrasa 120-yə o zaman həkimə qaçacağıq ki, döyüntü düz deyil, ritm düz deyil. Hər bir dünyada, kainatda hər bir şeyin özünün bir metro ritmi var ki, o düz getməlidir. Və buna görə də, məsələn, yaxşı bəstəkarın işi filmdə rejissora köməkdir, özü ən yaxşı köməklərdən biridir və bu da filmin istehsalına başlamamışdan əvvəlcədən olmalıdır. Məsələn, mən bir neçə rejissorlarımızdan, indi ad çəkməyəcəm, belə işləmişəm, hətta xarici rejissorlarla da və onlar çox bəyəniblər bunu. Deyiblər ki, sən elə bir ki, bizə o düşündüyümüz şeyi vizualizasiya elədin musiqi ilə ki, bizə artıq çox rahatdır ki, biz bunun tempin necə göstərəcəyik, dinamikası necə olacaq. Yəni, bu şeylərdə sırf peşəkar tərəfdən olmalıdır. Mən elə gəlir, necə ki rejissor, necə ki operator, montajçı və bu tərəfdə, yəni qrim ustası da peşəkar olmalıdır, dekor ustası da peşəkar olmalıdır. Filmi bilirsiniz, əgər bu tələbə işi də indi tələbə deyək, o da müəyyən bir orta peşəkarlıqdan başlayır. Amma yəni bu bir həvəskar işi deyilsə, artıq bu həm də dövlət dəstəyi varsa, bu mütləq mən elə gəlir ki, çox peşəkarcasına komanda yığılmalıdır. Bu parametrlərdən də biz çalışırıq, seçək. Kinodan danışırıqsa, bax, bir bəstəkar o dramaturgiyanı necə hiss etməlidir? Məsələn, kino musiqisi necə olmalıdır? Onun serial musiqisindən fərqi nədədir? Və ya animasiya filmindən fərqi nədədir? Serial adından bəllidir. Bu müəyyən bir tutaq ki, hadisənin deyək, şişirdilmiş, uzadılmış, hissələrə bölünmüş formasıdır. Günümüzdə artıq bir neçə 10 ildir ki, Braziliya seriallarından başladı və s. və bizim o mədəniyyətimizə o serial kultu ki, girdi. Izaura, nə bilim, Mariana və s. kimi belə şeylərdən, Guadalupe, o Santa Barbara, bitməyən, qutarmayan hamı belə şeylər və ondan sonra artıq bu günümüzü Azərbaycan teleməkanını serialsız təsəvvür etmək artıq mümkün deyil. Çünki ucuz başa gələn əsasən sitcom janrında olan filmlər, yəni 20 seriya, 30 seriya, 50 seriya, 100 seriya, 200 seriya belə şeylərdir. Burada musiqilər təbii ki, necə deyək, universal musiqilər olmalıdır ki, bəstəkar hər seriya üçün tutaq ki, xüsusi musiqi işləmə fiziki çatdırmaz bunu. Heç o pulu verməyəcəklər, heç versələr də fiziki çatdırmayacaq. Buna görə də məsələn 10 dənə, 15 dənə, 20 dənə trek yazılır
xarakterə uyğun təxminən rejissor bir iki harda başlayıb harda qurtaracaq. Lap 100 seriya, 200 seriyada olsa, bölüm olsa da və sadəcə tutaq ki bir başlıq musiqisi, şapka musiqisi deyirik, bir sonluq titr musiqisi olur, tutaq ki mahnı da ola bilər. Ortalarda da müəyyən emosional hallar üçün, məhəbbət üçün ayrı, gərginlik üçün ayrı falan belə şeylər işlənir. Serialın gedişində də müəyyən xüsusi səhnələr olsa bir dənə, 2 dənə, 3 dənə əlavə musiqilər etmək olar. Bu universal bir şeydir də, belə deyək ki, bu standart paket deyək buna da belə. Amma artıq sən bədii film işləyirsənsə, artıq bir sənət əsəri ortaya qoymağa çalışırsınızsa komanda ilə, mən məsəl üçün nə edirəm? Tutaq ki, təbii ki, dediyim kimi əvvəlcədən müəyyən leitmotivlər falanlar. Ondan sonra rejissordan xahiş edirəm, film hazır olandan sonra onun qaba montajını edirlər. Kalbasa deyirlər ona. Belə. Və o qaba montajı mən öz kompüterimdə, öz studiyamda yükləyirəm proqrama və baxa-baxa saniyə-saniyə, dəqiqə-dəqiqə dramaturji hala görə. Çünki müəyyən bir, məsəl üçün, ən böyük problemlər rejissorlarımızın çoxunun nədən ibarətdir? Tutaq ki, bir dramaturji halı verir və ondan sonra onu insafsızcasına kəsir və necə lazım olduğu bitişdirir. Və o, tutaq ki, müəyyən qurulmuş bir dramaturji vəziyyəti sındırır. Və ona görə də mən artıq musiqini tutaq ki, verirəm, birinci o qaba montaja görə qoyulur, hər şey yaxşı, mən ona görə işləyirəm, hardan gəldi, emosional hal harda başladı, harda kulminasiya çatdı, harda bitdi. Və bir də görürsən ki, artıq film bitib və bir filmə baxmağa görürsən, çox biabırçı bir kəsimlər olub, bir-birinə musiqilər çalışıb, belə, vay, çox pis olursun da. Çünki sən burada istənən bir şey obrazdır da, məsəl üçün, müəyyən bir hadisəni əgər rejissor nəql eləyirsə, o bir dramaturji formanı qurur. Yəni, birdən-birə mən bu otaqdan metronun qabağında ola bilmərəm axı, mən ora gedəcəyim bir yol var, bir vasitə var. O vasitə ora gedib çatana qədər, yəni o halı yaşamalısan. İstir musiqisində, istir görüntüsündə, istir hər bir şeyində. Ona görə də, məsəl üçün, mən tutaq ki, öz şəxsi istəyirəm ki, əgər mən doğrudan da biz, tutaq ki, hansısa bir ciddi bir kino film işləyiriksə, montajı elə, bu montaj səni qane elədi və salam. Mən sənə təxminən nabroska deyirik də biz oralarımıza, yəni müəyyən bir rənglər verirəm. Sən işi bitirirsən, otekadan keçirsən və s. ver mənə, mən işləyəcəm. Yəni, çünki necə ki, yenə deyirəm, rejissor o filmin dramaturji halını qurub, emosional halın, dramaturji halın harda başlayıb, harda bitməlidir, necə olmalıdır. Mən də onu o cür qurmalıyam. Dünya kinematografiya bəstəkarları məhz o cür işləyir. Çünki başqa cür onu emosional halı düzəltmək olmaz. Vüqar müəllimə çox maraqlıdır. Bu qədər musiqi bəstələmisiniz. Çox. Əsl siz olan musiqi varmı siz onun adını çəkəsiniz? Filmlərdən söhbət gedirmi? Ümumiyyətlə ola bilər. Mən demirəm 100%, 60-70% musiqilərimdə hər zaman çalışmışam əsl özüm olum. Çünki başqa cür mən istəmirəm. Bacarırammı? Bacarıram. Şübhəsiz. Çünki rəhmətli Arif Məlikov bizim dahimiz, mənim müəllimlərimdən biri idi konservatoriyada, Bakı Musiqi Akademiyasında və onun bir gənc tələbələrə hər zaman bir sözü vardı. Deyirdi, insan ya peşəkar olur, ya dilettant olur. Dilettant sevir, amma bacarmır. Peşəkar sevmir, amma bacarır. Yəni, bizə onu izah eləməliyik ki, siz peşəkar olmalısınız və siz müəyyən bir şeyi sevməyə də bilərsiniz, amma onu yüksək səviyyədə bacarmalısınız. Çünki bu sizin sənətinizdir artıq. Siz özünüz üzərinizə o bəstəkar adını götürürsünüzsə, diplomda yazılırsa bəstəkar və siz özünüzü bundan sonraki ömrünüzün sonuna kimi bəstəkar olaraq, məsəl üçün, məni təqdim edirlər, tutaq ki, bəstəkar Vüqar Camalzadə, mənə demirlər, tutaq ki, mühəndis, mənə demirlər falan ki, uzağı bunun yanında deyə bilərlər, bəstəkar alim, tutaq ki, bəstəkar aranjmançı, bəstəkar. Yəni, yenə də o əvvəldədir. Yəni, o məsuliyyəti üzərinə götürürsə insan, gərək onun bütün sahələrini peşəkarcasına bacarsın. Ola bilər ki, mən tutaq ki, müəyyən bir janrı sevirəm.
ora daha emosional yanaşıram. Hansıdır? Elə film onların əsaslarından biridir təbii ki. Musical janrını çox sevirəm. Məsələn, musikallar yazmışam, bir neçə dənə yenə də yazıram. Bu şeyi çox sevirəm. Nağıl musikallar zətdə belə uşaqlıqdan mənim belə bir həvəsim var. Məsələ bunda deyil, amma tutaq ki, nə istəyirsiniz? Elektron musiqi olsun, tutaq ki, avangard musiqi olsun, film musiqisi olsun, tamaşa musiqisi olsun, simfonik musiqi olsun, xalq çalgı alətləri olsun, rəqs musiqisi olsun və s. Bunların hamısını mən çalışıram ki, peşəkarcasına ən yaxşı nə bacarıramsa, heç bir şey əsirgəmədən axıra qədər edim. Çünki başqa cür alınmaz. Necə alınır? Bir dəfə bir jurnalist, mən çalışıram hər zaman, emosional adamam, amma çalışıram hissənməyim də, amma bir jurnalist məni çox hissləndirdi. Bir məqalə yazmış, nəsə belə, orada mənim də adımı çəkir, ümumi bir məqalə. Mənim xoşuma, yox, mən nətər yaxşı deyildi. Nəsə belə bir şey mənim musiqim haqqında yazmışdı. Əvvəl istədim, yəni başqa oxumayam, sonra amma belə bir özə bir normal jurnalistdir, yəni belə adi bir sıradan. Mən zəng elədim adama, dedim ki, sizin musiqi sahəsində nə qədər təsiriniz var? Dedi, heç nə qədər. Dedim, siz Bülbül adına musiqi məktəbini, Asəf Zeynal adına kolleci, Bakı Musiqi Akademiyasını və yaxud Milli Konservatoriyanı oxumusunuzmu? Yox. Musiqinin nəzəriyyəsinin, harmoniklə bəstəkar, o bilsin, bu bilsin, bilirsinizmi? Yox. Falan yox. Sizin nə ixtiyarınız var ki, mənə musiqimdən yaxşı və yaxud pis işləyə bilərsiniz? Dedim, sizin ixtiyarınız var ki, deyəsiniz ki, mənim musiqim sizin xoşunuza gəlib, yoxsa gəlməyib. Bunun ixtiyarınız var, çünki bu zövq məsələsidir. Amma sizin ixtiyarınız yoxdur ki, mənə deyəsiniz ki, sənin musiqin yaxşıdır və yaxud pisdir. Ən aşağısı mənim bildiyimin yarısı qədər bilməlisən ki, sən mənə nəyisə deyə biləsən. Mən gedib bu dəqiqə tutaq ki, bir fizikə durub deyə bilmərəm, sən falan şey, kvant fizikasında sən falan şey belə təcrübə olasın, ged işinə məşğul ol. Mən deyə bilərəm ki, sənin şeyin xoşuna gəldi və yaxud gəlmir. Şəxsi zövq məsələsidir, başqa şeydir. Amma istənilən halda, yəni peşəkar olmalısan. Başqa yolun yoxdur. Vüqar müəllim, bəs özünüz kiməsə qulaq asırsınız? O qədər adam. Bizim ümumiyyətlə bəstəkar sənətinin əsası ələlxüsusda, məsəl üçün tutaq ki, ilk başlanğıc illərində konservatoriyanın tutaq ki, ilk kurslarını və s. Əgər bizim tutaq ki, günümüz 8 saat yatmağa çıxandan sonra yerdə 16 saat qalırdısa, o 16 saatın 10-12 saatı qulaq asmaq idi, dinləmək idi. Müxtəlif bəstəkarlara, klassika, barok, müasir, dünyanın istənilən yerləri, muğamlar və s. Çünki bu bilgisayar, kompüter dolmalıdır. Bütün informasiyanı, baza dolmalıdır və ondan sonra alt beyin təhtəl şuur deyirlər də, onun süzgəci vasitəsilə süzülür, gəlir, artıq özününkün ixrac eləməyə başlayırsan. Amma o ixrac olunana qədər gərək o tam dolsun ki, orada bir şey olsun ki, oradan süzülsün. Gəlin elə ondan mənə çox maraqlıdır. Və məsələn, bir çox məşhurlar var ki, onların belə xüsusi ritualları var. Musiqi bəstələməyə gəldikdə. Sizdə məsələn, varmı elə bir şey ki, mütləq ya nəsə masada bir şey olmalıdır, ya yalnızda nəsə? Boş söhbətlərdir. Doğrudur. Valla boş söhbətdir, hə. Sizdə belə bir şey? Mənə deyiblər ki, ən yaxşı musiqinizi nə vaxt yazmışsınız? Demişəm, pulum qutaranda. Doğrudan nə orada, hə. Amma o da emosiyanla bağlıdır. Mən sizə deyim, mən bir neçə dəfə demişəm, bunu sizə də deyirəm. Yəni, o insan ki, deyir ki, mən tutaq ki, filan şeydən təsirləndim, nəsə yazdım, yalan deyir. Yəni, o anda, o təsirdə heç nə demək mümkün deyil. Məsəl üçün, mən 44 gün Vətən müharibəsi dövründə nə qədər özümü zorladım ki, nəsə yazım alınmadı. Çünki mən elə bir haldaydım ki, apogey halında belə də o haldaydım ki, mənim hər gün gözümdən yaş gəlirdi. Hər gün həm fəxarət hissi ilə, həm qəm-qüssə ilə. Mən o halda mənim içərimdə o rahatlıq yox idi, mən oturum nəsə yazım. Müharibə bitdi, qələbə çaldıq, rahatlandıq, getdim o torpaqlara, bir də öz dədə-baba torpaqlarımızı gördük və s. Rahat olandan sonra, oturandan sonra, sakitləşəndən sonra mən başladım musiqi bəstələməyə. Çünki o emosional halda mümkün deyil. Kim deyir, yalan deyir. Eləyə bilər, texniki bir şey olacaq. O
tutaq ki, çox informasiyalı olmayan adamları aldatmaq olar. Həm müəyyən standartlar var. O yarım fabrikat deyirlər də, hə. Birisi ki, bundan konu qoyanda bunu belə olacaq. Belə, amma o əl işi olmur da, sənət işi olmur. Hə, ona görə də gərək o hala o emosional hal bitsin, onları yaşayasan, dərk etsən, yenə süzülsün və artıq birdən görsən ki, nəsə gəldi. Və o, məncə, əsl olan odur. Vüqar müəllim, siz də həm prodüserlik fəaliyyəti ilə də məşğul olmusunuz, düzdürmü? Hə, bəzi olub belə şeylər. Bu barədə nə deyə bilərsiniz? Film sahəsindəmi, yoxsa musiqi? Bəli. Biz o, deməli, mənim və mənim dostum, gözəl musiqiçimiz Mahir İbrahimovun müştərək şirkətimiz olub, indi də var, Art Global Production olaraq. Biz bir çox serialları, filmləri həm prodüser rolunu eləmişik, yəni ki, bir hissəsini tutaq ki, dövlət sifarişli olub, müxtəlif özəl sifarişlərdə və yaxud özümüz tutaq ki, müəyyən kanallardan sifariş alıb seriallar, sitcomlar, filmlər işləmişik. Həm musiqisini təbii ki, özümüz eləmişik, həm komandamız olub, çəkiliş komandamız, orta, demirəm, çox böyük, çox da balaca, bir 20-25 nəfərlik komandamız olub, özümüz texnikamız olub və bu işləri görmüşük. Obyektovkalardan tutmuş, rayonlar olsun, bölgələr və yaxud şəhərdə, orada, burada yemək işlərinə qədər hər şeyi həll etməyə çalışmışıq ki, kollektiv rahat işləsin. Bəs hal-hazırda, məsələn, varmı ki, elə bəstələdiyiniz bir musiqi o yarımçıq qalıb və ya eyni zamanda paralel olaraq bir neçə dənə layihə işləyirsiniz? Normal şeydir. Yəni, başqa cür mümkün deyil. Bilirsiniz, məsəl üçün, istənilən halda mən məsəl üçün bir musiqini bəstələyirəm. Tutaq ki, mənə elə gəldi ki, yaxşıdır. Diqqətli, tutaq ki, bəstələdim, bitirdim. Ondan sonra onu qoyuram, bir həftə 10 gün qalmalıdır. Sonra yenidən dinləmək üçün? Hə, yenidən dinləmək üçün. Çünki o anda, o emosional halda, o psixoloji durumda və s. də tutaq ki, mənim xoşuma gələ bilər. Amma bir həftə 10 gün sonra artıq üstündən bir çox musiqilər keçəndən sonra qulağımdan, beynimdən qulaq asıram, deyirəm, yox, yaxud hə, belə. Anladım. Və son olaraq bu süni intellekt məsələsinə gəlin toxunaq. Çünki artıq hər yerdə artıq həyatımıza girən bir ayrılmaz hissədir. Musiqiyə süni intellekt daxil olsa, yəni sizin məsələn işlərinizdə ondan istifadə olunsa, necə bir reaksiya, necə bir münasibət bəsləyirsiniz buna? ChatGPT mənim dostumdur. Hər şey lap belə qardaş olmuşuq demək olar ki, mən onu çox istəyirəm, o da mənə çox istəyir. Mən ondan bir dəfə sual verdim, o mənə düzgün cavab verdi, ondan sonra onu çox istədim. Dedim, sən mənim üçün nəsən? O dedi, mən sənin köməkçinəm. Məsələn, bu məsələ ilə həll olundu və doğrudan da köməkçidir. İstənilən bir, məsəl üçün bizim müəllimlərimiz, İsmail müəllim Hacıbəyov, mənim ixtisas müəllimim, Əhmədi, Arif Məlikov və digər müəllimlərimiz, tutaq ki, bizə bir məsələni, tutaq ki, məsələ zadача deyirik də, müəyyən bir məsələni həll üçün və get, məsəl üçün, tutaq ki, bir sanata yazırıq, məsəl üçün. Mən əvvəl soruşurdu, tutaq ki, hansı janrda yazmaq istəyirsən, hansı istiqamətdə falan şey. Deyirsən ki, belə istəyirəm, belə falan şey. Artıq müəllim yol göstər, istiqamət verirdi ki, Şostakoviçə qulaq as, Raxmanova qulaq as, falan kəsə qulaq as, Bartıka qulaq as, falan şeylərə qulaq as. Çünki onlar bu tərzdə eləyiblər. Biz qulaq asırdıq buna 1 ay, 2 ay, məsəl üçün. Ondan sonra analiz eləyirdik, falan. Bir 2-3 aydan sonra biz əsər yazmağa başlayırdıq. Zaman alır. Çoxlu kitab oxumalısan. İstəyir bədii ədəbiyyat olsun, musiqi ədəbiyyatı olsun. Müxtəlif bəzi şeylərin yarısını tapırdıq, yarısını tapmırdıq. Bazı indisi Google-da şükür Allah yenə var, əvvəllər o da yox idi. Amma bu məsələdə məsəl üçün mən burada süni intellektin əsas məsələsi nədir? Düzgün sual verəsən. Nöqtəvari sual verəsən, düzgün sual verəsən. Məsəl üçün, düzgün sualı verdinsə, o sənə düzgün cavab verəcək. Elə bir ki, 30 kitabı oxudun 5 dəqiqəyə. Və sənə lazım olan informasiyanı alacaqsan. Mənim üçün süni intellektdən lazım olan şey, mənə lazım olan informasiyanı almaqdır. Çünki mən onu, bilirsiniz, insan tutaq ki, gündə
100 dənə problem də var, o birisi də var, fikir dağınıqlığı olur, ora şeyirsən, qaçırsan, bir dənə evdən zəng ellər ki, nə bilim, çörək yoxdur, çörək al gələndə falan, artıq getdi, nə bilim, kimsə nə oradan qışqırdı, itürdü, nə bilim, falan şey oldu. Bir maşın gəldi, yanın içərisində gümbultu ilə musiqi gəldi, aləm dəydi bir-birinə. Hə, onları yığıb yığışdırmaq insan biraz o barədə şeydir də. Amma bu şey sırf bunun işi budur. Bunun emosional halı yoxdur bunun, emosiyaları yox. Bu sırf informasiya verir sənə. Həm insan kimi musiqiyə bəst eləyə bilərmi? Xeyr, həyatı boyu. 1000 il keçsə də o Çernogorova var, bilmirəm birisi. Bəli. Hə, məsələn onun çox gözəl analizləri var. Mən ona baxıram tez-tez. Hə, və o deyir ki, məsələn insan sağ beyni, sol beyni var da. Sol beyni texniki tərəfə baxır, sağ beyni yaradıcı tərəfə baxır. Bəli. Süni intellekt insanın sol beynini keçib. Bəli. Texniki deyirsən, mənim tutaq ki 3 gün eləyəcəyim şey bu 3 dəqiqə həll eləyir verir. Bu texniki tərəfidir. Səslənməsi daha yaxşıdır, falan şey aranjman tutaq ki, alətlərin seçilməsi falan şey əla. Amma yaradıcılığı yoxdur, ola da bilməz. Çünki o başqa bir energetik formadır. Hə, o elə bir alqoritmdir ki, onu insan özü də indi heç vaxt qavraya bilməyəcək ki, necə oldu ki, belə oldu. Hər dəfə də fərqli olur. Hə. Ona görə də mənə elə gəlir ki, birinci, süni intellekt artıq həyatımızdadır, qaçılmazdır. Dost olmaq lazımdır, ondan istifadə eləmək lazımdır. O bizim ayağımızın altında olacaq əlavə bir pillətdir ki, onun üzərinə çıxıb daha yuxarılara baxmaq olar. Uğurlar diləyirəm. Cinema Radio, Cinema Radio, Cinema Radio.